Salam uşaqlar, işlədiyimiz son sınavlardan birinin izahını verəcəm. Deməli, birinci sualda verilib bizə bu 3 ədəd kiçikdən böyüyə doğru düzülmüş ardıcıl cüt ədədlərdir. Yəni, bu nə deməkdir? Kiçikdən böyüyə doğru düzülüblərsə, əgər məsəl üçün 2, 4, 6 kimi düşünə bilərsiniz və ya 4, 6, 8 kimi. Burada hər sonraki ədəddən əvvəlki ədədi çıxsam mən, məsələn 4-dən 2-ni çıxsam 2, 6-dan 4-ü çıxsam 2, düzdür. Yəni burada da eyni qaydanı tətbiq eləsəm, yazıram ki, y çıxılsın, y çıxılsın x. Burada 3 ədəd var da, həmin ədədləri yəqin ki, nöqtəli vergüllərlə ayırt eləmək olur. Bərabərdir. Burada mötərizəni açanda y-lər gedəcək, x müsbət olacaq. Mənflə mənf toxuşur. Deməli, x-i 2 tapmışıqsa, indi nə edəcəm? Ortadakı ədəddən birincini çıxacam. Yəni, y çıxılsın x-dan, çıxıram birinci ədədi, y bölünsün x bərabərdir, 2 verməlidir bu qaydaya görə. Yəni, bunlar ardıcıl cüt ədədlərdirlər. X-in qiyməti 2-dirsə, yerinə qoyuram. Y çıxılsın 2, çıxılsın y bölünsün 2 bərabərdir 2-yə. Bu y-in əmsalı 1-dir. 1-dən bunun əmsalı 2-də 1-dir. 2-də 1-i çıxıram. Olur 2-də 1 y bərabər 4-ə. Buradan da y bərabər çarpaz vururuq 8-ə. X 2-dir, y 8-dir. Bizdən nə istəyir? Cəmini istədiyinə görə cavab 10. İkinci sualda Fazilin 4 il əvvəlki deməli, yaşı, 5 il sonraki yaşı. Bizdən də istəyir Fazilin indiki yaşını. Deməli, Fazilin indiki yaşına bir də x deyirəm. 4 il əvvələ qaydanda çıx 4 olur. 5 il sonraya qaydanda olur, deməli, x üstə gəl 5 bərabərdir 3-də 2. Bunu çarpaz vurub açıb həll eləyəcəm sadəcə. 3x çıx 3-ü 4-ə 12. 2-ni x-a vurursan, 2-ni 5-ə də vurursan 10. Buradan x bərabərdir 22. Elə indiki yaşını soruşduğuna görə cavab olur 22. Üçüncü sualda deməli, birləşmə deyirsə əgər, bunu ədəd oxunda təsvir edim. Birinci mənfi 4 qaralayıram. Daxildir çünki 4-cü mötərizə. Sonra 2 var. Qaralamıram. Deməli, 6 var. Səsimə fikir verməyin, biraz soyuqlamışam. Bir də 7 var. Qaralayıram. 2-dən 7-yə qədər xətt deyirik. Mənfi 4-dən də 6-ya qədər xətt deyirik. Birləşmə dedikdə biz ədəd oxunun hansı hissələri xəttənib, o hissələri götürməliyik. Birləşmədə hansı hissələr xəttənib, mənfi 4-dən 7-yə qədər, mənfi 4 də daxildir, 7 də daxildir. Hansı ədəddən 28 çıxsaq, riyaziyyətdə hansı ədəd deyiriksə, x götürürük onu. Hansı ədəddən 28-i çıxsaq, ədəddən 40% kiçik. 40% kiçik deyirsə, 60% qalır da əlimizdə, düzdür, çünki faiz 100 ilə ölçülür. 40% kiçik isə 60%. 60%-i də biz 0,6 x kimi göstərəcəyik, yəni x-in 0,6 hissəsi. Bunu tənlik kimi həll edəcəm. X çıx 0,6 x bərabərdir 28-i keçirdim sağa. 0,4 x bərabərdir 28-ə. Buradan da x bərabərdir 280-ə 4-ə bölməkdir bu. Cavab 70. Növbəti. Deməli, bu sualda sağdakıların cəmi ilə soldakıların cəmi bərabər olur. Yəni 18, 3 alfa, yazıram 3 alfa üstəyəl 18. Soldakılar alfa 60 və 20. Alfanı yazıram, 60 ilə 20-ni toplayıb 80 yazdım birbaşa. 2 alfa bərabərdir 62, 80-dən 18-ə çıxdım. Alfamız deyil 31. Bizdən də alfanın qiymətini soruşduğuna görə cavabımız 31. 6-cı sual. A sıfırdan kiçikdir. Yerinə rəqəm seçiriksə, məsəl üçün mənfi 1 düşünürəm. Amma misalı işləyəndə hərflərlə işləyin. Yəni, yerinə rəqəm qoyuruq, seçirik. Misalın özünü hərflərlə işləsəz daha sadə olacaq. 0 ilə 1-in arasında, məsələn, 2-də 1. 2-də 1-i necə yaza bilər? 0,5 deyə bilərəm də. C 1-dən böyükdür, məsəl üçün 2, 3 və ya neçəsə. İndi A çıxılsın B. A mənfi 1-dir.
B neçədir? 0,5. Mənfi 1-dən 0,5 çıxanda sadəcə işarə olaraq təyin edirik. Mənfi ədəddir yoxsa müsbət ədəddir? Yəni baxın, mənfi 1 çıx 0,5. Bu eləyir mənfi 1,5. Burada indi mənfi 1,5 yazmıram. Əgər müsbətdirsə özünü yazırdıq, mənfidirsə əksini yazırdıq. Aldığın cavab mənfi olduğuna görə əksini yazırsan, yəni B çıxa yazırsan. C çıxılsın B. C-nin qiyməti 3-dür, B-nin qiyməti 0,5-dir. 3-dən 0,5 çıxanda 2,5 eləyir, yəni müsbət eləyir. Müsbətdirsə özünü yazıram. Sadəcə mötərizədə yazıram ki, mən C çıx B-ni özünü yazmışam. Qarşıdakı mənfi işarələri dəyişəcək. Ona görə birbaşa yazmıram, bu hissəni tam başa düşün. A-nın yerinə mənfi 1, B-nin yerinə 0,5, C-nin yerinə 3-ü qoyuram. Bunu yuxarıda hesablayayım. Mənfi 1 üstəyən 0,5 bu rəqəmləri yerinə qoyub misalı hesablayıram. Çıxılsın 3. Bu eləyir mənfi 3,5 düzdür. Və mən dedim ki, əgər mənfi alınırsa, əksini yazmaq lazımdır. Əksi nə deməkdir? Yəni, burada A müsbətdir, mən mənfi yazacam. Qarşıdakı işarə müsbət olduğuna görə mötərizədə yazmama ehtiyac yoxdur. B müsbətdir, amma mənfisini yazacam. Əksini yazıram. C mənfidir, amma müsbət yazıram. İndi içəridəkini əksi ilə çıxarmış olduq. A-nın qiymətini 2-yə vuracam burada. Olacaq mənfi 2. A mənfi 1 idi. Vurdum 2 oldu mənfi 2. Çıxılsın. C-nin qiyməti də 3-dür. Mənfi 2 çıx 3, mənfi 5. Yəni mənfi ədəd eləyir. Çıxılsın. Mötərizədə yazıram ki, qarşıda mənfi olanda işarələrdə dəyişiklik olur. İndi bunun əksini necə yazım ki, müsbət olsun? 2A çıx C-nin əksi C çıxılsın 2A-dır. Yerlərini dəyişirik. Bərabərdir. Bunu həll eləsəm, bir dənə sadələşdirim. B çıxılsın A. Çıxılsın C. Üstə gəl B olur burada. Mənfidən mənfi toqquşur. Sonra çıxılsın A var. Çıxılsın B var. Üstə gəl C var. Çıxılsın C. Bir də üstə gəl 2A. 2A. Burada mənfi A ilə müsbət 2A-ların gedir. Elə C ilə C buradan gedir. B ilə B gedir. Və salam, elə bir dənə bu B qaldı. Bir də çıxılsın C. B çıxılsın C. Doğru cavab B variantı. 8 ədədin ədədi ortası 15-dir. 8 ədədin cəminə mən x götürsəm, həmin ədədlərin cəmi, yəni 8 vurulsun 15 olacaq. Düzdür? Çünki 8 dənə ədədin ədədi ortası həmin ədədlərin cəmini sayına bölməklə, say burada 8 dənədir, bərabər olub 15-ə. Mən indi bu 8-i 15-ə vurdum, elədi 120. 8 dənə ədədin cəmi. Bu ədədlərdən 3-ünü çıxartdıq. 3 dənəsinin cəmini y götürdüm məsələn. Çıxartdıqdan sonra ədədi orta, yox, bir də 3 dənəsini götürdük, yerdə neçəsi qaldı? 5 dənəsi qaldı da, düzdür. Aha, 5 dənəsi qalıbsa 5-i 9-a vuracam. Eləyəcək 45. Bunları çıxartdığımıza görə, yəni bu 120-dən 45-i çıxardıram mən də. 120-dən 45-ini çıxdıq. Qaldı neçə? 75. Çıxarılmış ədədlərin, yəni 3 dənə ədəd çıxarılıbdır. O ədədlərin ədədi ortası sayına bölürük. 75-i də 3-ə böldük. Doğru cavab elədi 25. Növbəti test. Deməli, 3 bucaq çəkirəm bir dənə. ABC bucağın tənbələnləri arasındakı bucaq 130 dərəcədir. Deməli, A, B, C. Burada A-nın tənbələni, burada C-nin tənbələni. Burada 130. Tənbələn isə alfa, alfa. Burada da beta, beta. İndi alfanın üstünə beta gələndə 50 eləməlidir. Çünki bu balaca 3 bucaq alınıb. Alfa, beta 130, 180 eləyir. Deməli, alfa üstə gəl beta bu bucaqla bu bucaq 50 eləyir. Buradakı da 130, 180 alınır. İndi böyük 3 bucağa baxsaq. Böyük 3 bucaqda 2 dənə alfa var, 2 dənə beta var. Yəni 2 alfa, 2 beta. Bunun 2 mislidir də. Alfa üstə gəl betanın 2 mislidir. 50-ni 2-yə vurdun, oldu 100. Onda A bucağı ilə C bucağının cəmi 100 eləyirsə, B bucağına da 80 qalır. Bizdən də elə B bucağını soruşur. Doğru cavab Y variant. 9-cu sualda bu dövrü açacağım. A tam
Dövrədəki ədədlərin sayı qədər 9, dövrə qədərki ədədlərin sayı qədər 0. Bunu da bütöv ədəddən dövrə qədərki ədədi çıxırdıq. Yəni A ədədindən A ədədini çıxırıq. Üstə gəl B tam, məxrəci ilə 90, B ədədindən B-ni çıxırıq. Tamları toplayıb yazıram qarşıda. Məxrəc 90-dır. Bunun içinin kənarda göstərim. A ədədi necə açılır? Bu təklidir, bu onluqdur. Neçə dənə A var? 1A, bu da 10A. Toplayırsan 11 dənə A var. Bir dənəsini çıxanda qalır 10 dənə A. Məxrəclər eyni olduğu üçün birləşdirmişəm. Üstə gəl, eyni qayda ilə 11B-dən 1B-ni çıxıram, 10 dənə B. A üstə gəl B-nin qiymətini 9 verib mənə. Mən 9 tam yazıram qarşıda, 90-ı da yazıram. Buradan da 10-u çıxardıram. Qalır A üstə gəl B. Bunlar ixtisar gedir. Burada 9 qalır. A üstə gəl B-nin də qiyməti elə 9-dur. Yəni 9 tam 9-da 9 deməkdir bu. Əlbəttə ki, riyaziyyatda tamla kəsrin arasındakı işarə toplamadır. Bunu bilirik, dəfələrlə qeyd etmişəm. Bu elə 9 üstə gəl 1 deməkdir. Yəni cavab 10. Növbəti suala baxaq. Rahat sualdır. 70 dərəcəni köçürdürük bura və üçbucağın xarici bucağı bərabərdir özünə qonşu olmayan 2 dənə daxili bucağın cəmini. Burada elə 5 beta bərabərdir 50-yə, beta da bərabərdir 10-a. Betanı istəyir bizdən, ona görə cavab 10 dərəcə. Növbəti sual kosinuslar teoreminə aid bir sualdır. Kör bucaq 120 dərəcə. 8, 7, burada bir dənə x adlandırıram. AC tərəfi bu idi şəkildə. X-in kvadratı bərabərdir. Kosinuslar teoremini tətbiq edirəm. 8-in kvadratı üstə gəl 7-nin kvadratı çıxılsın. 2 vur 8 vur 7. Kosinus 120 dərəcədə birbaşa qiymətini yazıram. Mənfi 2-də 1. 2-lər ixtisar gedir. Burada x-in kvadratı bərabərdir 64, 7-in kvadratı 49. Burada mənflə mənf toxuşur, üstə gəl olur 56. Bu eləyir 169 toplayanda. Cavab da eləyir əlbəttə ki 13. Hansı ədədin kvadratı 169-dur? Həndəsə işlədiyimizə görə cavab müsbət 13. Bu kökləri müqayisə eləmək üçün nə edirik? Dərəcələrinin eyniləşdirməliyik, yəni ekoblarını tapıram. 6, 3, burada da bir dənə 2 var. 2-ni 3-ə vuracam 6 olması üçün, çünki ekobları 6-dır, amma burada 3 əlavə edirəm. 3-ü 2-yə vuracam, burada 2 gəlirəm, bu olduğu kimi qalsın. Deməli, A ədədi bərabərdir 6-cı dərəcədə 13-ün kubu. 13-ün kubu, inşallah 13-ü 3 dəfə öz-özünə vurmaqdır. 13, 13, 13. Bu eləyir 0,1000-də 27. 1000-də 27 necə yazılır? 1000-də 27. Dəqiqə silim, yaxşı yazım. 1000-də 27. Deməli, B ədədi 6-cı dərəcədə 0,5-in kvadratı %25 eləyir. C ədədi də bərabərdir 6-cı dərəcədə elə 0,2, yəni burada bir dəyişiklik yoxdur. Sadəcə vergüldən sonra hamısının sayı eyni olsun deyə 3 dənə eləyirəm 0 atmaqla, hər birində 3 ədəd olsun. İndi vergülləri və kökü atsaq ən böyük burada hansıdır? Baxın, B 250-dir, C 200-dür, A 27-dir. Bura A yazın. İndi bunu tərsinə də düzmüş ola bilər variantlarda. ACB yazırsa üzünü çevirməliyik bu tərəfə. Biri sağdan sola yazılmışdı, biri soldan sağa yazılmışdı. Doğru cavab ikinci yazdığımı verib C variantı. Gəldi yenə də ən çox işlənən sual tiplərindən birinə. Çarpaz vurub açırsan. 7-ni A-ya vurdun, çıx 7-ni B-yə vurdun, 2-ni 2A-ya vurdun, 2-ni B-yə vurdun. Keçirdik bu tərəfə 3A bərabərdir 9B-yə, buradan da A bərabərdir 3B-yə. Yəni A-nın içində 3 vurğu var. Deyir A hansı ola bilər? A-nın içində 3 vurğu var. Fikir verirsinizsə 3-ə bölünən bir ədəddir. Bu variantlarda hansı 3-ə bölünür? Əlbəttə ki C variantı. Gələk növbəti. Deməli, sadə bir sualdır. Oradan B-yə birləşdirsəm olacaq radius. Perpendikulyardırsa bilirik ki burada Pifagor tətbiq edəcəm. Perpendikulyardırsa bunlar bərabər olur bir-birinə. Bu birləşdirdiyim OC-də radiusdur.
Həmin radiusu mən yuxarıdan tapacağam. Radiusun kvadratı bərabərdir 12-nin kvadratı üstəgəl 9-un kvadratı. 144, 81, 225. Radius bərabər oldu 15-ə. 225 çünki 15-in kvadratıdır. Həmin radiusu burada da qeyd edirəm və eyni üçbucaqdır da. 15, 12, 9, 15, 12, burada olur 9. Bu da 9'dur. Bizdən də bütöv DS'ni istəyir. Fikir verin, DS parçası. D'dən S-yə qədər 9, 9 doğru cavab eləyir. 18. Gələk növbətli suala. Buna V teoremini tətbiq edə bilərəm. Sadəcə gətirib kökləri yerinə də qoya bilərsiniz. Sistem təhlil kimi də işləyə bilərsiniz. Burada V-i tətbiq eləmək istəyirəm. Yəni x1 üstəgəl x2 bərabərdir. Bunun hər tərəfini A-ya bölməliyik. Çünki bu çevrilmiş olmalıdır. Çevrilmiş kvadrat təhlil. Ortadakının əksi idi ya. Mənfi B bölünsün A. Deməli, x1 üstəgəl x2, biri x1'dir bu ədədlərin, biri x2'dir. Şərtə görə təlliyin kökləri olduğunu qeyd edib. Yəni, x1 üstəgəl x2 məndə mənfi 1 eləyir. Mənfi üstünə 2 gələndə. Bu bərabərdir mənfi 1'ə. Onda B bərabərdir A-ya. Bir də x1 x1 x2 bərabərdir mənfi 12 var. Bir də gözləyim. Üzr istəyirəm. Deməli, x1 x2 mənfi 6'dır. Bunları bir-birinə vursaq bərabərdir mənfi 6'ya. A-nı 2 tapmışıqsa B də A-ya bərabər idi. Yəni, hər ikisi 2'dir. Kvadratlar cəmdə eləyir 8. Sonra yaxşı. Bunu açıram, bu müxtəsərdir də necə açılır bu? X üstəgəl y, x kvadrat çıx. X, y üstəgəl y kvadrat. Burada x üstəgəl y 2 verib birinci ilə üçüncünün cəmi 6'dır. Bir dənə çıxılsın, x yoxdur bu misalda. Onda bunun hər iki tərəfini qaldıraq kvadratı oradan tapacağıq. X-in kvadratı üstəgəl 2xy üstəgəl y-in kvadratı 2'nin də kvadratı 4. Bu kvadratlar cəmi birinci ilə üçüncü var burada 6 və üstəgəl 2xy bərabər 4'ə. Mənfi 2'yə 4'dən 6 çıxdın. X, y-in də oldu mənfi 1. Bura mənfi 1'dirsə əgər, bu misal necə oldu? 2 vur, 6 çıx, mənfi 1. Yəni, mən bunun cavabını mənfi 1 tapmışam da. 6'dan mənfi 1 çıxanda 7 eləyir. Mənfilər toqquşur, toplanır. 2'ni də 7'yə vursan, yekun cavab eləyir 14. Növbəti sual. Oxşar bir hədli deyəndə x-ların üstü eyni olmalıdır. Oxşar bir hədlidə qüvvətlər eyni olur. Yəni 2a-nın kvadratı çıx 5 bərabərdir 3'ə. 2a-nın kvadratı oldu 8. A-nın kvadratı oldu 4. Buradan a oldu müsbət 2. Niyə? Çünki mənfi 2'ni bu fərqli olmalıdır 0'dan. A fərqli olmalıdır mənfi 2'dən. Bunu mənfi 2 versək 0'a çevrilir və 0'dan bu oxşar olmur. Yəni a müsbət 2'dir. Y-in üstü buradan 5'dir. Buradan da 8 çıxılsın 3b-dir. 3b bərabərdir 3'ə. B də bərabərdir 1'ə. A üstəgəl B cəmi 2, o da 1 cavab 3. Bu rahat bir sualdır. 5'i yazdım. 3 üstəgəl 2 kökdə 2'ni. İstəsəz bunu da çevirə bilərsiniz. İstəsəz bunu müxtəsərini aça bilərsiniz. Bunu açanda nə edir? Kökdə 2'nin kvadratı 2. Çıx 2'ni vurdun kökdə 2'yə, vurdun 1'ə. Oldu 2 kökdə 2. 1'in kvadratı 1. 4'ə dəymirik. Onu düzgün olmayan kəsrə çevirirəm. 3 dəfə 16'dır 8. O da 1, 49. İndi bu 2 ilə 1'i toplayıram. Mən burada fikir verir. Bu 2'ni silirəm.
Bu biri də silirəm burada. Yəni buna artıq ehtiyac yoxdur. Belə bir şey yazanda 2 ilə 1-i topladım, 3 yazdım bura. İndi bu müxtəsərdir, fikir verirsinizsə, vurub açanda o 9 çıx 8 deməkdir, 3-cü düstur. 1-i 5-ə vurdun elə 5, üstə gəl 4 vurulsun, 16-dan 4 çıxır. Bitti, cavab eləyir 12. Daxildən çox deməli çevrələr var. Şəklin əslində heç ehtiyac da yoxdur. Çox rahat və şifahi bir sualdır. Aha, 2 dənə çevrə. Bu diametrdir, fikir verin. Böyük radiusumuz 18-i 2-yə böldüm 9. Kiçik radiusu axtarıram. Məsafədə, D məsafəsi də 5-dir. Yəni buradan bura, bu mərkəz, böyük çevrənin mərkəzidir, bu kiçik çevrənin. Buradan bura qədər sizə 5 verib. Və böyük radiusu da bizə 9 verib. Buradan bura çanda 9-dur. Onda bu balaca 4-dür də. Kiçik çevrənin radiusudur, o da elə. Yəni buradan bura qədər kiçik çevrənin radiusu. Cavab 4. Hüküm olaraq cavab 4. Bu məsələlərdə demişdim, T bərabərdə S bölünsün, V-dən daha çox istifadə olunur. Bütün yola 5 saat. 5 saatdırsa əgər 5 bərabərdir. Bu 48 kilometri həm gedib, həm qayıdıb. Yəni belə bir tənlik quracam. 48-i həm gedir, həm də qayıdır. Yol hər ikisində 48-dir. Amma qayığın sürətinə mən x götürsəm, bir dəfə əksinə gedib, bir dəfə onu ilə eyni istiqamətdə gedib. Burada indi ortaq məxrəc tapıb həll eləyirsiniz. Biraz gedişatını gətireyim. Yəni x çıx 4 ilə x üstə gəl 4 ortaq məxrəcdir. Çıxmaya böləndə burada üstə gəl qalır. Üstə gələ böləndə burada çıxma. Vurub açırsınız. 48 4-ə böləndə 192-dir. Biraz soyuqlamışam. Üstürəm, üzrünü sayın. 48-i 4-ə vurduk. Burada da 192. Bunlar gedəcək bərabərdir 5-ə. Burada 5-i bu məxrəcə açacaq da düzdür çarpaz. Bu çarpaz vurulur. 5 vurulsun, bu x kvadrat çıx 16. Buradan da 96x. 48-dən 48 topladım. Bu tənliyi həll edirsiniz. Diskriminantla eləyərsiniz. Diskriminant b kvadrat çıx 4ac. Həll edirsiniz. X bərabərdir 20 alınır cavab. Baxın, mən burada göstərim sizə. 20-dən 4-ü çıxırsam 16. 48-i 16-ya bölürsən burada 3. 20-nin üstünə 4 gəlsən 24. 48-i 24-ə bölürsən 2. Burada da 2. 3 ilə 2 toplayırıq 5. Yəni tənliyin kökü 20-dir. Gəldik növbəti suala. 1-2-3 nisbəti görən kimi bilin ki, bu düzbucaqlı üçbucaqdır, amma göstərək biz burada. 3 dənə bucaq 180 edir. 6x-ın 180, burada da x bərabərdir 30. Bu 30 vur 1-dir, bu 30 vur 2-dir, bu 30 vur 3-dür. Gördünüz, düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağı çəkirəm, qeyd edirəm. Bucaqların yerinin fərqi yoxdur, 30-dan 60-ı. Yəni, ya belə deyil, çəkdik, ya da ki, bu dik olacaq da belə bir şey. Eyni üçbucaqdır. Deyir ki, böyük tərəf 8-dir. İndi fikir verək, 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. 60 dərəcə bucaq qarşısındakı katet digər katetin, yəni 4-ün kökdüyü üçün istəyir. Bura 4 kökdüyüşdür, amma bundan söhbət getmir. Məsələdə əlavə olaraq qeyd edirəm. Bir də bir şey bilirik ki, üçbucaqda böyük bucağın qarşısında böyük tərəf, kiçik bucağın qarşısında kiçik tərəf durur. Burada ən böyük bucaq 90-dır, ən böyük tərəf onun qarşısında durur. Ən kiçik bucaq 30-dur, ən kiçik tərəf 30-un qabağında durur. Deyir ki, böyük tərəfə çəkilmiş medianla. Buradan median çəkəndə median tərəfi yarı bölür də, 8-i yarı bölür, 4, 4 və median özü də ona bərabər olur. Bu düzbucaqlı üçbucaqda qayda idi, belə bir qayda yadınızdadsa qeyd etmişdik. Bu mediandırsa əgər, bura x, burada x, burada x yazmışdım sizin üçün, yəni eynidir. Medianla özü də 4-dür. Kiçik tərəfdəki budur elə, 30-un qabağındakidir. Bu 4-dən bu 4-ün cəmini istəyir. Cavab 8-dir, yekun cavab. 22-ci suala gəlsək. Düzbucaqlı üçbucaqda yenə də katetlərdən birini 3 dəfə artırsaq. Bura A deyirəm, bura B deyirəm.
S bərabərdir A vur B bölü 2. Bu bizim için 100%'dir. Digərini katetlərdən birini, bu birinci götürdüyümdə 100%'dir. İndi katetlərdən birini 3 dəfə artırsan 3A, məsələn bunu 3 dəfə artırdım. Deməli, digərini 50% azaltsaq. 50% azaldanda B'nin 50%'i qalır da, yəni 0,5 B'si qalır. Bərabərdir. Burada bölü 2 hər ikisində var. Buna yəni atıram hər ikisində. Bölü 2-dən istifadə eləmirəm də bir sözlə. Burada eləyir 1,5 AB. Bu 100%'dir. 1,5'i 100'e vuranda bu 150%'dir. 100%'dən 150%'e gəlibsə, 150'dən 100'ü çıxırıq. Yəni neçə faiz burada söhbət gedir, deyir ki, artar. Artar deyirsə 100%'i çıxartmalıyıq. Neçə faiz artar? Cavab 50%. Bu misalda yazıram açıq ki, buranı açıq ki eləmək üçün qarşıya bir dənə mənfi atıram. İndi bu müsbətdir, mənfi oldu. Bu mənfi olsaydı müsbət olacaqdı. Yəni qarşıya mənfi atsaydım toqquşacaqdı orada mənfilər. Ortaq məxrəc oldu elə açıq ki. Bura oldu A kvadrat, çıx A, çıx 2. Çünki bu mənfi bura təsir edir, çıx olur. Bura oldu açıq ki, bu kökləri 1 ilə toplayanda müsbət 1. Bunu dəyişdirmiş arasında. Bu əslində yəni biz o əksini götürürük. Ona görə burada çıxmadı. Toplayanda müsbət 1, vuranda mənfi 2. 1 və 2'dir, amma toplayanda müsbət 1 qalmalıdır. Bax 2, mənfi 1. Toplayanda müsbət 1, vuranda mənfi 2. Mən indi bura A üstə gəl 1 yazacağım. A çıx 2 yazacağım. Çünki mənfini burada üstə gəl göstərməliyəm. Müsbəti burada çıx göstərməliyəm. Bunlar ixtisar gedir. Qalır A üstə gəl 1. Aha, deməli vurğu kök şərsi altından çıxarın. Fikir verirsinizsə ikinci dərəcəli kök verilib. İkinci dərəcəli kökün altında mənfi ola bilməz. Amma verilən ifadədə 16 mənfidir. X üstü 8 onsuz da müsbət ədəddir. Yəni x mənfi də olsa, müsbət də olsa müsbət ədəd. Deməli burada y mənfi olmalıdır ki, bu mənfinin üstünə 3 qoyanda yenə mənfi eləyir və mənfi ilə mənfi vuranda müsbətləşəcək. Y-in şərtini özümüz çıxartdıq. X-in heç bir fərqi yoxdur. X mənfi də ola bilər, müsbət də ola bilər. Onsuz da bu kökdən çıxanda 4-cü dərəcə ilə çıxacaq da. Burada 2 var. 8'i 2'ye böləcəm. X üstü 4 yenə də yəni üstündə cüt ədəddir. Yenə də onun işarəsini axtarmamıza ehtiyac yox. 16'dan 4 çıxacaq. Bu y-in kubunu elə bir ki kökün altında y-in kvadratı vur y kimi düşünsəz, y kvadratından y gəlir qarşıya, amma mənfi olduğu üçün mənfi y yazmalısınız. Bir də içəridə mənfi, 16'nın qarşısındakı mənfi. Bu y özü mənfi ədəd olduğu üçün əslində y mənfi ədəddir. Həmin mənfi ilə buradakı mənfi toqquşur. Yəni kökaltı qaydanı pozmuruq, o yenə də müsbət ədəddir. Kökün altında qalan mənfi y ədədi müsbət ədəddir. Doğru cavab budur. Tənasüb bu tip suallar yeni topluya əlavə olunub. Onlar hər birini işləmişdik. Sadə yollarla 1,2'ni 6/5 şəklində göstərsəz, əslində elə qısa yolla 50'ni vura bilərsiniz 5'də 6'ya, amma biraz daha geniş izah istəsəz 50 vurulsun. Sürətdəkilərin yerinə elə 6, yəni bu A-la C-nin yerinə 6, məxrəcdəkilərin yerinə 5 və ya tam dəqiq olması üçün yanlarına K da ata bilərsiniz. Yazıram A-nın yerinə 6K kökdə 3, C-nin yerinə 6K vurulsundur. B-nin yerinə 5K, üstə gəl kökdə 3, D-nin yerinə 5K. Burada ortaq nə görürük? 6K-nı çıxartdım. Qaldı 1 üstə gəl kökdə 3. Bu 50 də yazılıb. Bu 50'ni göstərirəm qarşısında. Aşağıda da 5K-nı çıxartdım. 1 üstə gəl kökdə 3. 1 üstə gəl kökdə 3'lər gedir. K-lar da onsuz da ixtisar gedəcək. Ona görə yəni eyni cavab alınır. Amma yenə də açıq suala gəlsə K-nı qeyd edirsiniz yanında. 50'ni 5'e böldüm 10, onu da 6'ya vurduk. Doğru cavab elədi 60. Bu qədər.